tələbənin 5 ay, 6 ay ərzində SAT-dən neçə nəticə yığacağını bilirik və yaxud 6 ay sonra tələbənin 1500 SAT yığıb tibbə girmə şansı ola bilərmi? Biz bunu öncədən görə bilirik. Hər valideynin kabusu, övladım həm yerli imtahanlara, həm də SAT-yə hazırlaşsa, hər ikisindən kəsilə bilərmi? Valideynlərin ən çox qorxduğu mövzu SAT ilə DİM imtahanlarını paralel aparmaqdır. Bir tələbə hər iki proqrama hazırlaşarkən bu yükün altında əzilmədən necə inkişaf edə bilər? Bir akademiya olaraq sizin bu mövzuda formulunuz nədir? Bu sualla bağlı belə bir fikir bildirmək istəyərəm ki, biz tələbəni ilk öncə bu mentoring proqramında artıq testdən keçirdikdən sonra biz onun kapasitesini, necə deyirlər, götürmə qabiliyyətinin hansı formatda olduğunu bilirik. Əgər tələbə SAT-ni götürə biləcəksə, SAT ilə paralel şəkildə DİM-i də götürə bilər. Hətta bizim tələbələrimiz olub ki, göz SAT, DİM üçünü paralel aparır və yaxud SAT, AP eyni anda DİM paralel aparır. Yəni bu artıq bizim üçün bir problem deyil. Tələbənin götürmə bazarına uyğun olaraq biz bunu tətbiq edirik. Hər ayın sonunda tələbələr üçün, valideynlər üçün bizim göndərdiyimiz bir reportlar, hesabatlar var. Və bu hesabat dönəmində biz artıq təxmini olaraq tələbənin 5 ay, 6 ay ərzində SAT-dən neçə nəticə yığacağını bilirik və yaxud 6 ay sonra tələbənin 1500 SAT yığıb tibbə girmə şansı ola bilərmi? Biz bunu öncədən görə bilirik. Gedişat prosesində hansı istiqamətlərdə fakültə seçimi və yaxud proqramın dəfələrinin çoxaldılması, həftədə 5 dəfəyə və yaxud 6 dəfəyə və yaxud 2 dəfəyə salınması, qalxması, bu proseslərin hamısını görmüş oluruq və bunun sonucunda biz hansısa bir risk almış olmuruq. Yekun olaraq biz bu formulu necə qururuq? Tələbənin bütün imtahanlar üzrə götürmə potensialını ölçürük, ona uyğun olaraq həftəlik dərs proqramı həyata keçiririk və proqramın tətbiq müddətində əgər hansı bir hissədə böyük bir zəiflik görə biliriksə, onu saxlayırıq, digər istiqamət üzrə daha çox köklənirik.